Hörmətli izləyicilər, bundan əvvəlki videomda Allahı gördüyüm barədə danışmışam. Bugün isə görüşdüyüm barədə danışmaq istəyirəm. Allahla nətər görüşmüşəm. Mənə isti külək gəldi, dəydi, xoşum etdi. Gördüm göydən bir qaraltı gəlir. Qışqırdım ki, o gələn Allahdır. Gəl ha gəl saldat, çiynində də bir tüfəng. Düşdü qabağıma. Dedi ki, dedim, gedin bir özünlə görüşüm. Deyib, əlini boynuma saldı, alnımdan öpdü, çıxdı göyə getdi. Ailən kimi yadıma bir şey düşdü. Yadıma düşdü demək düzgün deyil. Çünki uzun illərin söhbəti idi. Yəqin ki, Allah özü mənim yadıma saldı. Mən uşaq idim. İsti yay günləri idi. Otağımız isti olduğuna görə anam həyətdə yer saldı balalarına ki, burada yatın. Biz 8 bacı yan-yana yatırdıq. Anam da hamilə idi. Ayının gününün 2 idi, doğası idi. Sağıma baxdım, bacılarım yatır, soluma baxdım, yatırlar. Mən yata bilmirdim. Eləcə göyə, aya, ulduza tamaşa eləyirdim. Gördüm göydən bir qaraltı gəlir. Gəl ha gəl, saldat gəldi, çiynində də tüfəng. Mənə yaxınlaşdı, dedi ki, mən sənin anana oğul verməyəcəm, deyib çıxdı, göyə getdi. Ondan bir neçə gün sonra anam 9-cu bacımı doğdu. O bacımla mənim aramda 10 yaş fərq var. Deməli, onda mənim 10 yaşım olur. Nə də o sirri heç vaxt aça bilmədim. Çünki uşaq söhbəti deyildi ki, anam gənə qız doğacaq. Buradan belə bir nəticə çıxır ki, mən birinci dəfə 10 yaşımda, ikinci dəfə 35 yaşımda Allahla görüşmüşəm. Bu barədə çox söhbətlər eləyə bilərəm. Nə sizləri yormaq istəmirəm. Özüm də yoruluram. Qalsın bütün söhbətlər məsələmin açılmağına. Sağ olun, hələlik bu qədər.